Evet değerli abiler, Allah'ın selamı, rahmeti, bereketi üzerimize olsun. Allahümme amin. Demek arkadaşlar, geçen sefer inşallah direkt mevzuya dalarsak, girersek nedir? İmamiyet mevzusundan bahsettik ki, yani kimler imam olmalıdır ve hansı hallarda böyle diyeyim ki, bu geçen sefer söyledik ki imamiyeti, namazda imam olan insanların imam olması 3 halda geçersizdir. Ki dedi ki o da en sonuncu hansıdır. Eğer mescid imam varsa hiç kim önüne geçebilmez. Ev sahibi varsa yine hiç kim onun ev sahibinin önüne geçmez. Üçüncü sultan varsa kimse sultanın önüne geçmez. Dedi ki bu da neyle bağlıdır? Bunların hamısı ama ehli olan insanlardır. Yani mescidde imamdır, ehlidir. Evde ehildir. Ve tabii ki yani sultana bu ehil sözü nedir? Söylenilmez. Ama ne söylenebilir? Olabilir ki imam sultandır ama o Kur'an okuyabilir. Kur'an zayıftır. Kur'an ilminden zayıf olabilir yani. Ve sonra yani geldik ki yani İslam alimler burada yani bu imamiyet yani mevzusunda yukarıda geçenlerle bağlı ki İslam'da imamiyetin derecesi böyle diyeyim ki mekamı çok üstün bir mekamı var yani imamiyetin çok üstün bir yeri var. Ve bu sebepten de bu meselede insanlar aslında yarışmalıdırlar. İmam olmak için de insanlarda sabah niyetiyle aralarında yarış olmalıdır. Sabah niyetiyle. Ve dedi ki ümmetle topluma imam olmak meselesinde yarışmak da yaxşı bir şeydir. Yani bir insan dəvətçi olması için çalışabilir. Müslümanlara namaz kıldırması için çalışmalıdır. Mesela ben Kur'an ezberleyirəm ki, Müslümanlara Ramazan ayında təravih namaz kıldırırım veya 5 vaxt namaz kıldırırım. Niyeti Müslümanlara imamlık edip əcr, savab, mükafat kazanması içindir. Bu sebepten de yani burada başka bir niyet yoktur. Yani ben ilim bir şey için okunmaz yani. Ben ilim okuyum, falan kesten daha üstün ilme sahip olum yok. İlim okuyup şirk ehline, bidat ehline yani reddiye vermek için, İslam'ı korumak için, İslam'ı müdafiə etmek için olar. Ve bu sebepten deyir ki, yani bu imamlık ümmet Allah'a itaat olunan emellerden bir tanesidir ve hatta en değerli olanlarındandır. Ve mescitler zaten cemaat namazı için bineydir. Yani mescidin sebabı orada namaz kılmaya göredir. Yani mescidin değeri ibadete göredir. Yani mescidin kuru bir değeri yoktur. Mescid ibadet olunma sebebiyle değerlidir. Ve mescitte de ibadet olunduğu zaman cemaat halinde olarsa mescid değerlidir. Dolayısıyla imam, mescidin imamı değerlidir ve ona saygı ve hürmet olunmalıdır. O olan yerde başkası onun yerine kesmemelidir. Tabii şimdi bu herkes mescid imam olabilir mi, olabilmez mi? Kıraati olsa da, fıkıh ehli olsa da, burada itikat var, burada emel itikat var, benim kalbinde olan itikadı var. Yani bunlar barədə inşallah gelen dersi daha geniş danışacağız. Ve lakin bir insan öz evladını, öz ailesini, öz yakınlarını imam olması için çalışmalıdır. Dua etmelidir. Ki İbrahim Aleyhisselam kimi ve diğer peygamberler kimi ki onlar dediler ya Rabbi bize evlatlar ver ve gözümüzün nuru olsun ve cealna lil muttaqina imama. Sen onları müttakilere imam ile. Bak burada lil muttaqina imama. Yani ama kimlere imamlık eləmək lazımdır? Allah'tan korkanlara. Yani ben imam olum hamı gelsin etrafımda toplansın yok. Bir Müslüman imamlık edecekse doğru dürüst insanlara imamlık eləməlidir. Bir insan imam olacaksa etrafındaki insanların etikadını, inancını düzeltmek ve ahlakını düzeltmek şartıyla imam olmalıdır. Yani bir insan imamiyet ve bir önderlik vasfını daşıyırsa, yani mənə önder desinler, etrafımda çok insanlar olsun, beni çok dinlesinler, beni çok takip etsinler diye yok. Yani bir insan çalışmalıdır ki insanları hayra yönlendirmesi için imam olmalıdır. İnsanların Allah'a yaklaşması için önderliği eləməlidir, imamlık eləməlidir. Yani kuru bir imamlık, bir iddia olmamalıdır. Bu olmaz yani. Yani İslam bunu beğenmir
və qiyamət gündə sən bu əməlindən də nədir? Peşman olacaqsan. Ona görə hər kəs də imamlığa da can atmamalı. Zəif insanlar imamlığa can atmamalıdır. Səbirsiz insanlar imamlığa can atmamalıdır. Hikmətsiz insanlar imamlığa cəhd göstərməməlidir. Çünki imamlıq taqva ilə bərabər elmi gərəkdirir. Yəni, taqva sahibi olmaq sadəcə şərt deyil. Taqva ilə bərabər hikmət, elm, yəni deyir, kullun məqamun, yəni kullun məqam ləhul məqalə. Hər bir məqamda deyiləcək sözü bilməlidir. İmam öndərdir. İmam insanlara bir şey çatdıran deməkdir. Və bu səbəbdən də İbrahim Aleyhisselam və digər peyğəmbərlər nədir? Onlar imam olmalarını istədi, amma sadəcə Allahdan qorxanlara imam olmaq lazımdır. Yəni bir insan hər önünə gələnin başına keçməməlidir. Yəni fasik bir topluma imamlıq eləməyin bir anlamı, bidət əhlinə bir imamlıq eləmək və dində azmış olan insanlara imamlıq eləməyə gərək yoxdur. Bu səbəbdən də yəni bizlər dualarımızda da onu əks etməməliyik ki, Allahım, yəni sən bizim zürriyyətimizdən olan insanlara, yəni imamlara, müttəqilərə imam olmağı nəsib elə. Fəl-imamətu de fis-salə, namazda imamlıq, dində imamlığın məqamı, yəni bir insan namazda imamlıq edirsə, bu adam dində imamdır. Özəlliklə də bir insan əgər vaaz, nəsiyyət, zikir eləyirsə, zaten bu adam otomatik olaraq imamlıq görevini yerinə yetirir. Bax, mən həmişə bir şey qeyd eləmişəm. Bu günləri bizim yaşadığımız çağda özəl imamiyyətə gərək yoxdur. Bu gün imamiyyət əməldən öz görevini alır, öz vəzifəsini alır. Məsəl üçün, əgər biz bu gün dəvət ediriksə, biz bu gün insanlara namaz qıldırırıqsa, cümə namaz qıldırırıqsa, 5 vaxt namaz qıldırmağa gücümüz çatırsa və insanlara nəsihət edib, insanları İslam'a, dinə dəvət ediriksə, bunun özü bir imamlıqdır. Yəni, burada adli imamlığa gərək yoxdur. Yəni, adli insanların bir araya toplanıb, gəl səni başımıza imam seçək kimi cümlələrə gərək yoxdur. Çünki nədir? Bu artıq ümumi imamlığın içərisində daxil olan bir əməldir və vəzifə o həmən vəzifədir. Nədir? İnsanları öndərlik edə bilirsə, insanları İslam'a dəvət edirsə, İslamı tevhidə çağıra, insanları tevhidə çağıra bilirsə, islah edirsə, insanları xeyrə yönləndirirsə, insanlar arasında xeyir, bərəkət, sülh və insanları Allah'a yaxlaşması üçün əlindən gələni edib və bunların arasında körpü ola bilirsə, bu özü imamlıqdır. Buna itaat etmək müsəlmanların üzərinə artıq vacib olur. Bu günləri dəvətçilərə, elm adamlarına, yəni xocalara, alimlərə, hər kəs öz bölgəsində olan alimlərə, elm adamlarına, dəvətçilərə itaat etmək Allahın əmridir. Çünki Allah Subhanahu Quran-ı Kərimdə Nisa surəsi 59-cu ayədə deyir ki: "Ya eyyuhellezine amenu atii'ullaha və atii'ur rasul və ulul emri minkum." İmam Əhməd deyir ki, İmam Buxari, bunlar əl-uləmədir. İbn Abbas deyir ki, bunlar əl-uləmə vəl-ummara. Həm alimlərdir və həm də ki, kimlərdir? Nədir? Əmir sahibləridir. İmam Əhməd deyir ki, əgər burada qəsd olunan Taifətun Mənsura hədisini şərh edərək bu məsələ gətirir, deyir, imamlıqda qəsd olunan insanlara elmi imamlıqdır. İnsanları Allah və Rasulü götürməkdir. Və deyir, Taifətun Mənsuranda Fırqatun Nəciyənin məqsədi bu. Taifətun Mənsura, Fırqatun Nəciyə, qiyamət günə qədər onun fırqa da deyil, məhz onlar alimlərdir ki, bidət əhlinə qarşı cihad edilir. Ən böyük cihad bidət əhlinə qarşı olan cihaddır. Onlarla mübarizə aparmaqdır. Dinin qorunması ən böyük bir cihaddır. Dinin elm üzrə qorunması Allahın sünnətidir. Peyğəmbərlərin sünnətidir. Yəni Peyğəmbərlərin sünnəti elm üzərində olmuşdur. Dini qorunması elm üzərində olmuşdur. Və şəriətdə bizə gəlir ki, az peyğəmbərlər olmuşdur ki, yəni onlar düşmanları ilə savaşmışlar. Əsasən peyğəmbərlər qavmları ilə elmlə mücadilə eləmişlər. Və bu günlərdə elmlə mücadilə aparmaq, elmlə dəvət eləmək, elmlə uğraşmaq, elm almağın özü bir cihaddır, elm verməyin özü bir cihaddır. İbn Qayyim rəhmətullah aleyh Zadül Ma'ad kitabında cihadı 5 qismə bölür. Onun birinci və ikinci qismi deyir ki, elm öyrənmək və elm vermək. Bu özü bir Allah yolunda nədir? Talim, dinin öyrənməsi, təallüm nədir? Dinin öyrənməsi bir cihaddır, bir mücadilədir. Allahın dini ən böyük yardımlardan bir dənəsidir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdi ki, din, İslam şəriəti, Rasulullah sallallahu aleyhi və səlləm ki, ümumiyyətlə dünyaya, deyir ki, dünya məl'unə, dünya lanətlənmişdir. Sadəcə elm və elm almaq və elm almaq, zikr olmaq
üç şey zikir eləsində, hədis kamil olaraq zikir, Allah zikr etmək, elm almaq, bir də elm vermək istisna. Dolayısıyla İslam dəvətinin, yəni burada önəmli biz görürük ki, dəvət çox-çox önəmlidir. Və özəlliklə də Allah Subhanahu taala deyir, çağırmır. İnne bizəlikə min duati ilə Allah Subhanahu taala, əv dəvət ilə Allah. Allah'a dəvət etmək salih əməllərin içərisində ən xeyirli olan əməllərdəndir və müsəlmanların üzərinə düşür ki, yəni bu əməli, həmən bu salih əməli davam etdirsinlər. Yəni silsilə şəklində elm versinlər ki, nədir? İnsanlar bu elmi davam etdirsinlər. Və aynı şəkildə dəvətin faydası odur ki, insanları sən Allaha çağırırsan, insanları şirkdən, küfürdən uzaqlaşdırırsan, salih əməl edərək axirətə qədər və öldükdən sonra dirilincəyə qədər, qiyamətə qədər yəni nədir? Sənin əcrin, mükafatın heç bir zamanda yerindən dəyişmir, azalmır yəni. Buna görə keçən səfər də söyləmişdik ki, mə lə yetilmul vacibu illə bihi fəhvəl vacibu. Yəni vacibi tamamlayan hər bir şey vacibdir. Yəni vacibi tamamlayan nədir? Yəni vacib nədir? Allah'a ibadət eləmək. Bax, doğru mu? Allah'a ibadət etmək vacibdirsə sünnətdir. Vacibdir. O zaman Allah'a ibadət elm üzərində olmalıdır, yoxsa cəhalət üzərində olmalıdır? Elm üzərində. O zaman elm almaq bu da vacib olur, sünnət olur. Vacib olur. O zaman vacib mə lə yetilmul vacibu illə bihi fəhvəl vacibu. Vacibi tamamlayan yenə hər bir şey vacib olur. O zaman elm əhlinin bu elmin bu mirasın davam etməsi üçün də başqalarından elm öyrətməsi də vacibdir. Əgər elm öyrədərkən lazım olan bütün maddi, mənəvi dəstəklər də o zaman nə olmuş olur? O zaman vacib olmuş olur. Və dolayısıyla elm və zikir məclislərinin, məktəblərin, mədrəsələrin, universitetlərin açılması bir növ vacibdir. Yəni, müsəlmanların üzərinə elmi məclisləri təyin eləmək, elmi belə deyim ki, konferanslar təyin eləmək, zikir məclisləri təyin eləmək, qadınlar olsun, kişilər olsun. Yəni, bu dinin insanlara ulaşması üçün müsəlmanlar nədir? Əlindən gələni eləməsi müsəlmanlara vacibdir. Yəni, bu dəvətin başqa birilərinə ulaşması bizim üzərimizə vacibdir. Yəni, bu günləri müsəlmanlar təbii ki, bu məsələdə çox səylankardırlar və insanlar elmin dəyərini yəni o qədər də bilmirlər. Bu gün toplumlara görə elm dəyişir. Kimi topluma görə elm şəfaətdən ibarətdir. Kimi topluma görə mühakimədən ibarətdir. Kimi topluma görə azirdən ibarətdir. Kimi topluma görə cəhalət məsələsidir. Amma bunlar heç birisi, bunlar dinin içində sadəcə bir məsələdir. İki məsələ deyil. Din bundan ibarət deyil. Yəni Allah ibadəti bundan ibarət deyil. Allah bir sürü ibadətlər var. İbadətin sayı çox, çeşidi çox, elmin çeşidi çox. Yəni biz bunları bəzən müsəlmanlar bir kənara buraxır, başqa lazım olmayan şeylərlə məşğul olaraq birdən gəlir, baxır ki, 50 yaşı var. Və heç bir zaman alimlər avam insanlarla mücadilə eləməyiblər. Heç bir zaman. Alimlər avam insanlarla dini paylaşmayıblar. Yəni dini müzakirə eləməyiblər. Yəni ümumi olaraq alimlər kimlərlə mücadilə aparıblar? Bidət əhli ilə, onların imamları ilə. Yəni belə deyim, düşün ki, İmam Əhməd bir meclisdə oturur və evində oturur. Normal küçədən Quranı oxuya bilməyən, İslam avam olan bir insan dinin gəlir, əsl məsələlərlə mücadilə edir. Bu düşünüləməz yəni. Yəni adam birinci sən git dinin sənə vacib olan məsələləri öyrən, sonra vacib olmayan məsələləri gəlib öyrənərsən. Bu məsələdə də İmam Şafi ilə yəni onun tələbəsi olan Muzni, Allah rəhmət eləsin, Müzəni ilə olan qıssası ki, bir çox şeyləri soruşmağa gəlir Misirə. Deyir, mən sənin yanıma gəldim, elm öyrənməyə. Lakin bu təhlükəlidir, bunu danışmağa qorxuram. Və oradan başlayır Allah haqqında, Allahın zatı haqqında suallar soruşmağa. İmam Şafi bunu bir kənara qoyur, mən qısa keçirəm. İmam Şafi ona qısa suallar verir fıqhçan, heç birisinin cavabını verə bilmir. Və İmam Şafi onlara cavab verir, hər məsələdə 4 dənə görüş olduğunu ortaya qoyur İmam Şafi. Sahabədən 4 dənə görüş qoyur. Deyir, ey qardaşım, Allah sana gündə 5 vaxt namazı vacib buyurmuşdur. Sən 5 vaxt vacib olan məsələləri bilmirsən ki, dəstəmaz namazın qəbul olması şərtdir. Sən bunları bilmirsən, sənə lazım olmayan Allahın Quranda ki, sual soruşur, sənə soruşduğunu Allah Quranda bahs edib, yox. Peyğəmbər bahs edib, xeyr. Peyğəmbər bu barədə
Sahabə soruşub, deyir, xeyr. Peki Allah'tan soruşublar mı? Peyğəmbər vasitəsilə deyir, xeyr. Deyir, amma yaxşı, namaz Allah'ın Quran-ı Kərimdə əmr etdiyidir, bəli. Namazın peki abdestin pozulması, o abdestsizlik namazın şərtindən deyir, bəli. Deyir, sən vacibi qoymuşsan, sənə vacib olmayan şeyin peşinə neyi düşürsən, deyir. Allah SWT Quran-ı Kərimdə özü üçün nəyə zikr etmişsə, Allah özü üçün Quran'da zikr etmiş, Allah'ın əli var, bitmiştir. Allah keyfiyyətindən deyir, bahs etdim mi, xeyr. Allah arşın üzərində olduğunu söylədim, bəli. Konu kapanmışdır, deyir. Bunun üçün həqiqətən bu gün müsəlmanlar mələ yəni özlərinə faydası olmayan şeylərlə də baxırsan ki, məşğul olurlar. Və bu səbəbdən də deyir ki, وَمَنْ أَحْسَنَ قَوْلًا مِمَّنْ دَعَى إِلَى اللّٰهِ O kəsdən daha xeyirli kim var ki, Allah'a çağırar və amələ salihən, salih əməl ilə və deyər ki, İnnəni minəl muslimin Mən müsəlmanlar, insanları xeyrə çağırır və sadə qardaş, mən müsəlmanlardanım. Sən insanları xeyrə çağır. Fələ yərqəbə alil qiyam bil imamə Yəni bu imamiyyəti, yəni ona yüz çevrilmək sadəcə illər məhrum, bundan məhrum olan insanlar nail olmazlar. Ona görə biz bu günləri imamiyyətdən, yəni müsəlmanlara öndərlik eləmək, imamlıq eləmək, liderlik eləməkdən bu gün müsəlmanlar asla və asla cahil qalmamalıdır, uzaq qalmamalıdır. Dinlərini gözəl bir şəkildə öyrənməlidir. Bunun üçün saatlarla yolla geçsələr heç bir şey itirmiş olmurlar. Yəni günlərini sərf etsələr, bizi hədislərin gəlib çıxması üçün İmam Buxarilər günlərlə, aylarla yollar gediblər. Yəni atın belində, eşkəyin belində, dəvənin belində, ayaqla, ayağı yalın, yəni yollar gediblər ki, getsinlər, dini öyrənib, nədir, bizə çatırsınlar. Yəni buna görə bu qədər alimlər bu din üçün yəni əziyyətlər çəkiblərsə, qardaş, bu dinə sahib çıxmaq və bu dini öyrənmək və insanlara öyrətmək və bunun üçün hər şeyimizi nədir, bir kənara buraxıb səbr etmək bizim üzərimizə inşallah ki, nədir, vacib olanlardandır. Allah SWT bizə dini gözəl şəkildə oxuyub, onu əməl edən qullarından etsin. Allahım məmin. Həqiqətən də mən bununla şərəf duyuram ki, Allah SWT bizə bu, belə deyim ki, az da olsa, az bir elm də olsa ki, insanlara Allahın dinini çatdıra bilirik ki, bunun özü ən böyük şərəfdir. Allah bunu şərəfləndirmiş, lakin bunu qoruyub saxlamaq lazım. Bunu hep beraber birlikte qoruyub saxlamalıyıq. Allah SWT bizə daimən haqqı isabət etdirsin. Allah SWT bizi batildən uzaq durdursun. Rabbim bizi gözəlliklərlə mükafatlandırsın. Allahım əmin. Bugün inşallah suallara cavab verməyəcəm. İnşallah digər dərsdə sağa cavab verərik. Və axir davana elhamdülillah Rabbil alemin. Selamun aleyküm və rəhmətullahi və bərəkatuhu.